şeyxin bütün kitabları belədir. Məsələni gətirir və dəlil, məsələ dəlil, məsələ dəlil. Və kitabını, misal olaraq Kitab-ı Tövhid. Kitab-ı Tövhid də belədir, daha genişdir. Məsələ gəlir, dəlil gəlir, mütləq. Fikir versən, ancaq Kitab-ı Tövhid dəlillərdən ibarətdir. Heç öz sözü orada az zikr olunur. Ən çox dəlilləri zikr edir. Sanki kitabı bənzəyir hansı kitaba? Kitab-ı Tövhiddən danışıram, bu kitabdan yox. Buxarinin səhihinə. Eyni üslubla yazıb. Bab, fəsil, altdan ayət, hədis. Necə ki, Buxari rəhməllah edib. O cür. Ona görə Hindistanda bir dənə şeyx olur, daim dərsə başlayanda lənətlə başlayırdı. Salavatla, zikirlə başlayırdı, sonra Hamid Abdullah lənətlə başlayırdı. Bir gündə gətirdilər kitabını, Kitab-ı Tövhidi. Gətirdilər, verdilər onu, üzünü cırıb verdilər. Yəni, adı yazılmayıb. Bir dənə kitabı verdilər bizə, bir dənə yoxla görək nədir bu şeyx. Şeyx də baxır kitaba, görür ki, bu Buxaridir də deyir. Bu Səhih Buxari kimi yazılıb, bu stildə yazılıb, bu üslubda yazılıb. Baxır, oxuyur o kitabı, xoşuna gəlir. Hamısını oxuyur. Sonra bildirəndən sonra ki, müəllif kimdir? Hər məclisdə rəhmət oxuyur. Əvvəl lənət oxuyur, hər məclisdə yəni rəhmət oxuyur. Buna görə baxın, ancaq dəlildir, qardaş. Yəni, özündən heç nə, öz fikrini burada irəli sürmür. Fikir ver, Buxarinin sözünü gətirdi, dalı ilə Buxarinin sözünə dəlil gətirir. Deyir ki, bunun sözünə də elm əməldən və sözdən öncə gəlir, deyir dəlil. Bu dəlil də Qurandan gətirir. Fə'ləm ənəhu la ilahə illallah və estəğfir li zənbik. Fə'ləm. Fə'ləm nə deməkdir? Öyrən, bil. Bil ki, Allahdan başqa haqq məbudu yoxdur və günahların üçün bağışlanma dilə. Fəbədə bil ilm qablə qavl vəl əməl. Və deyir, davam edir, deyir ki, və söz və əməldən öncə elmdən başladı. Elmdən başladı.